Son zamanlar çoxumuz şahid olmuş olaraq ki, Quranın dəyişdirildiyini iddia edib və bunu fərqli yollarla isbat etməyə çalışanlar var. Hətta bəzən buna aldanan müsəlmanları da görürük. Biz inşallah bunun doğru olmadığını zamanla fərqli ağla yatan dəlillərlə isbat etməyə çalışırıq. YouTube kanalımızda bu suala ayrıca yer vermişik. İndi əgər mövzuya keçəsi olsaq, Quranın dəyişdirilmədiyinə başqa bir dəlil hafizlərin olmasıdır. Bilməyənlər üçün deyim, hafiz Quranın bütününün ərəbcəsini tam əzbər şəkildə bilənlərə deyilir. Bir məlumatın qorunması üçün iki cür metod var. Ya yazılı şəkildə saxlanılacaq, ya da həmin məlumat əzbərlənəcək. Baxanda görürük ki, Quran üçün bu iki metodun ikisi birdən istifadə olunur. Yazılıb qorunması haqqında ətraflı başqa bir videoda danışmışdım. Bunun üzərinə əzbərlənməsi də Quranın qorunmasında böyük bir rol oynayır. Nəyə görə? Məsələn, deyəlim ki, çoxumuzun əzbərə bildiyi Azərbaycan himnidir. Əgər bir şəxs gəlib yanımızda himnin kiçik bir yerində dəyişiklik eləyib oxusa, himni əzbərə bildiyimiz üçün zehnimiz bunu qəbul eləməz, yanlış oxuduğunu anında sezib düzəltməyə çalışarıq. İndi əgər Quranın təzə nazil olduğu dövrə baxsaq görəcəyik ki, o zamanda minlərlə sahabə Quranın hər hansı bir ayəsi vəhy olunduqda yerindəcə əzbərləyib həyatlarına tətbiq edirdilər. Və belə ayələr günü-gündən daha çox yayılır. Demək olar hər müsəlman olan kəsin ayələr əzbərində olurdu. Tam öyrənməyənlər belə 5də birini, 4də birini və ya ən az bir cüzünü əzbərdən bilirdi. Və onu da nəzərə alaq ki, Quranın 14 əsr bundan qabaqdan ta indiyənə kimi durmadan hər il hafizləri yetişib. Yəni 60-70 ildən bir əzbərlənən kitab deyil ki, arada axsamalar olsun, bir müddət unudulsun. Düşünün, durmadan hər il, hətta hər gün, hər saat, hətta bu videoya baxdığınız anda belə dünyanın bir tərəfində Quranı əzbərləyən biri mütləq ki var. Bu qədər hafizlərin olduğu yerdə kim cürət eləyib Quranın sadəcə bir hərfini yanlış oxuya bilər? Dövrümüzdə bir qədər adamın Quran dəyişdirilib deməklərinə baxmayaraq, tarixə baxsaq əsrlərlə də bunu iddia edən bir nəfərin belə olmadığını görərik. Hətta Quranın vəhy olunduğu dövrdə dəfələrlə Quranda tək bir ayənin bənzərini gətirin deyə meydan oxunur. Məkkə müşriklərinin əllərində asan bir yol var ikən, bir ayənin bənzərini gətirib İslam dininin yanlışlığını isbat etmə imkanı var ikən, bənzərini gətirə bilməyib müharibə etməyə üst tuturlar. Demək ki, bunun mümkün olmayacağını başa düşüblər. Nəinki o dövrə, indiyənə kimi gətirə bilən olmayıb. Kim hal-hazırda Quranın ərəbcəsinin bənzərini göstərə bilər? Dünya üzərində hafizlər durmadan günü-gündən artır. Nə etsək də, nə qədər çalışsaq da, heç bir zaman bu qədər dəyər görən, kiçikdən belə durmadan əzbərlənən bir kitab görməyəcəyik. Və nə qədər ki müsəlmanlar bu əzbərləmə metodundan istifadə edir, Quranı dəyişdirmək olmayacaq Allahın izni ilə.